7-ci sinifdən növbəti 26-cı mövzumuz interyerin dizaynı haqqındadır. Deməli, interyerin dizaynı. Interyer nədir, eksteryer nədir? Gəlin ona baxaq əvvəlcə. Biri var interyer, biri var eksteryer. Deməli, interyerin dizaynını öyrənmə planı. Öyrənmə planı üzərindən öyrənək yenə. Baxın, birinci suala baxaq. İnteryer və eksteryer dizayn nədir? İnteryer və eksteryer dizayn nədir? Biri var interyer dizayn, biri var eksteryer dizayn. İnteryer dizayn dedikdə evin daxili nəzərdə tutulur. Yəni tikilinin daxili, binanın daxili nəzərdə tutulur. Amma eksteryer dizayn dedikdə isə binanın xarici nəzərdə tutulur. Yəni evin xarici, evin çölü, tikilinin çölü nəzərdə tutulur. Deməli, interyer və eksteryer dizayn nədir? İnteryer və eksteryer dizayn nədir? İnteryer dizayn yaşadığımız evin daxilidir. Tikilinin daxilidir, eksteryer dizayn isə yaşadığımız evin çölüdür, tikilinin xaricidir. Deməli, interyer dizayn evin daxili, eksteryer dizayn evin çölü. İnteryer dizayn evin daxili, evin daxili. Eksteryer dizayn isə evin çölü, evin xaricidir. Belə yadda saxlayaq. Aydın oldu interyer və eksteryer dizayn nədir? Bəli, evin daxili, tikilinin daxili interyer dizayna aiddir. Tikilinin xarici, evin çölü isə eksteryer dizayna aiddir. Növbəti sualımıza baxaq. Binanın tikilinin evin daxili hissəsi necə adlanır? Bəli, binanın tikilinin evin daxili hissəsi necə adlanır? Daxili hissəsi interyer dizayn adlanır. İnteryer adlanır. Bəli, evin daxili interyer adlanır. Binanın tikilinin evin xarici hissəsi necə adlanır? Evin xarici hissəsi, yəni evin çölü, tikilinin xarici necə adlanır? Eksteryer adlanır. Eksteryer dizayn adlanır. Eksteryer adlanır. Bəli, interyer evin daxilidir, eksteryer evin çölüdür, evin xaricidir. Növbəti sualımıza baxaq. Binanın daxilində yerləşən insanın yaşadığı, işlədiyi və istirahət etdiyi məkan necə adlanır? Binanın daxilində yerləşən insanın yaşadığı, işlədiyi və istirahət etdiyi məkan necə adlanır? Baxın, suala diqqətlə baxın. Daxilində, binanın daxilini deyir. Binanın daxilində yerləşən insanın yaşadığı, işlədiyi və istirahət etdiyi məkan necə adlanır? Binanın daxilidirsə, cavab interyerdir. Bəli. Binanın daxilində yerləşən insanın yaşadığı, işlədiyi və istirahət etdiyi məkan interyer adlanır. Necə adlanır? İnteryer adlanır. İnteryer dedik nədir? Binanın daxilidir, evin daxilidir. İnteryerin təsvir olunması təsvirinci sənətin hansı janrına aid edilir? İnteryerin təsvir olunması təsvirinci sənətin hansı janrına aid edilir? İnteryerin, yəni evin daxilinin təsvir olunması təsviri incəsənətin hansı janrına aid edilir? İnteryerin təsvir olunması nədir? Yəni evin daxili hissəsinin təsvir olunmasıdır da, rəsminin çəkilməsidir. Bu məişət janrına aiddir. Məişət janrına aiddir. Bəli, yadda saxlayın. Evin interyerinin rəsmini çəkmək, yəni evin daxili hissəsinin rəsmini çəkmək məişət janrına aiddir. Hansı janra aiddir? Məişət janrına aid edilir. Bəli, cavab burada məişət janrıdır. Nəyə görə məişət janrıdır? Çünki evin daxili ilə məişətə aiddir da, məişətə aid bir rəsmdir. İnteryerin rəsmini çəkmək, evin daxilini çəkmək ilə məişətin özü hesab olunur. Məişət janrına aid edilir ona görə də. Deməli, interyerin təsvir olunması təsvirinci sənətin hansı janrına aid edildi? Məişət janrına aid edildi. Məişət janrıdır burada cavab. Çünki evin daxili hissəsi ilə məişət janrı olasıdır, başqa hansı janr olasıdır. Çünki evin, belə deyim də, daxili hissəsi elə evin, belə deyim də, insanın gündəlik yaşadığı, fəaliyyət göstərdiyi bir məkandır. Məişət janrında da insanların gündəlik həyatı təsvir olunur əsasən. Deməli,
İnteryerin təsvirində nələri nəzərə almaq lazımdır? İnteryerin təsvirində ölçüləri, eni, uzunluğu nəzərə almaq lazımdır. Yəni çəkiləcək evin belə deyim də çertyojunu, ölçüsünü, enini, hündürlüyünü, işıq kölgəni hər şeyi nəzərə almaq lazımdır. Memarlıq üslublarının interyerə təsirini nələrdə görmək olar? Memarlıq üslublarının interyerə təsirini nələrdə görmək olar? Məsələn, tutalım Parfenon məbədində də sütun var. Parfenon məbədi antik mebel üslubunda, Parfenon məbədi antik memarlıq üslubuna aid idi də. Parfenon məbədində sütunlar var. Deməli, onunla eyni üslubda olan antik interyer üslubunda da sütunlar var. Gəlin bunu şəkil üzərindən izah eləyim. Deyir, memarlıq üslublarının interyerə təsirini nələrdə görmək olar? Bu sualı burada saxlayaq. Deməli, keçək indi interyerdə olan üslublara. Baxın, interyer üslubları. İnteryer üslubları eynən memarlıq abidələrində olan memarlıq üslublarıdır. Sadəcə burada artıq interyer üzərindən öyrənəsiyik bu üslubları. Baxın, interyer üslubları da cəmi 7 dənədir. Görsünüz? İnteryer üslubları hansılardır? Antik, Bizans, Roman, Gotik, intibah, baroko, rokoko. Eynən bu üslubları biz harda keçdik? Memarlıq abidələrində, geyimlərdə, baş geyimlərdə, bir dənə də keçdik, mebellərdə keçdik. Bəli, bu üslubları biz 5 sahədə keçirik. Memarlıq abidələrində, geyimlərdə, baş geyimlərdə, mebellərdə, indi isə gəldik sonuncu mərhələsi olan interyerdə keçirik. Bəli, interyer üslubları deməli hansılardır? Antik, Bizans, Roman, Gotik, intibah, baroko, rokoko. Bəli, 7 üslub var interyerin üslubları arasında da. Bəli, bu 7 üslubu dedim, digərlərində də keçirik. Memarlıq abidələrində, geyimlərdə, baş geyimlərdə, mebellərdə də bu üslubları keçdik. İndi gəlin baxaq görək antik interyer üslubu nədir? Baxın, bu ekranda gördüyümüz antik interyer üslubuna aiddir. Görsünüz, bu antik interyer üslubudur. İnteryer dedik nədir? Evin daxilidir. Görsünüz, burada evin daxili verilibdir. Evin daxilinin şəklidir. Ona görə interyer deyirik, evin daxilidir, tikilinin daxilidir. Bəli, antik interyer üslubu və Parfenon məbədi. Yəni bu interyer üslubu ilə eyni üslubda olan memarlıq abidəsi Parfenon məbədidir. Parfenon məbədində nə var idi? Sütunlar var idi. Eləmi? Parfenon məbədində sütunlar var idi. Enli gövdəli sütunlar bir-birinə yaxın məsafədə yerləşdirilirdi antik memarlıq abidəsində. Antik memarlıq üslubunda. Deməli, burada da eynən nə var? Sütunlar var. Görürsünüz? Deməli, Parfenon məbədi hansı üslubdadır? Antik memarlıq üslubundadır da. Bu ekranda gördüyümüz interyerdə, evin daxilidə hansı üslubdadır? Antik interyer üslubundadır. Bəli, nə var burada? Sütunlar var. Görürsünüz? Sütun. Sütunu biz harda keçmişdik? Hansı memarlıq abidəsinə keçmişdik? Parfenon məbədində keçmişdik. Parfenon məbədində də sütunlar var. Bu antik interyer üslubunda da nə var? Sütunlar var. Gördünüz, bir-biri ilə bu cür əlaqəlidir. Deməli, sütunlar həm interyer dizaynda var, antik interyer üslubunda var, həm də antik memarlıq üslubunda var bu sütunlar. Bəli, Parfenon məbədində də sütun var. Parfenon məbədi də antik üslubdadır. Bu interyerdə də nə var? Sütun var. Bu da deməli antik üslubda olan interyerdir. Bəli, antik üslubda yadınızda saxlayın. Həm interyerdə, həm də memarlıq üslubunda sütunlar var. Aha, bu antik interyer üslubu oldu. Sütunla yadda saxlayırıq. Parfenon məbədi ilə yadda saxlayırıq. Antik interyer üslubu. Sonra gəldik Bizans interyer üslubunda nə var? Qızılı rəng var. Dəbdəbə var, təmtəraq var. Bəli, bu da Bizans mebel üslubudur. Bizans interyer üslubudur. Bizans interyer üslubu ilə hansı memarlıq abidəsi eyni üslubdadır? Ayasofya məscidi, Ayasofya məbədi eyni üslubdadır. Bəli, bu da Bizans interyer üslubudur. Bizans interyer üslubu, Ayasofya məbədi. Eyni üslubdadır Ayasofya, ikisi də Bizans üslubundadır. Bu ekranda gördüyümüz isə Bizans interyer üslubudur.
Bizans interyer üslubunu necə yadda saxlayırıq? Qızılı rənglə yadda saxlayırıq. Qızılı rəng Bizans baroko mebel üslubundaydı, daha doğrusu. Yox, elə yox. Elə yadda saxlamayaq. Bizans interyer üslubunu Ayasofya ilə yadda saxlayaq. Bizans interyer üslubu. Bu Bizans interyer üslubu oldu. Sonra gəldik Roman interyer üslubu, Pizan kilsəsi. Bəli, Roman interyer üslubu Pizan kilsəsi ilə eyni üslubdadır. Bu da Roman interyer üslubudur. Roman interyer üslubu. Baxın, bu cürdür. Roman interyer üslubu, Pizan kilsəsi. Sonra gəldik, bu gotik interyer üslubunu yadda saxlamaq asandır. Çünki nəyə bənzəyir? Baş hissələri Notre Dame kilsəsinə bənzəyir. Aha. Gotik üslubda nə var idi? Hündürlük var idi. Hündür və nazik güllələr var idi. Şaquli xətlər var idi. O da burada gotik interyer üslubunda öz əksini tapıbdı. Notre Dame kilsəsi, İsmailiyyə sarayı. Bəli, gotik üslubdaydı bu memarlıq abidələrimiz. Deməli, gotik interyer üslubu budur. Baxın, gotik interyer üslubunu yadda saxlamaq daha asandır. Diqqətlə baxın, yuxarı hissələrinə eynən Notre Dame kilsəsində, İsmailiyyə sarayında olan görünüşə bənzəyir. Dizayna bənzəyir, görürsünüz. Belə yadda saxlamaq olar. Bu gotik interyer üslubudur. Gotik interyer üslubu, gotik üslubda hansı abidələri keçmişdik? Notre Dame kilsəsi ilə İsmailiyyə sarayını keçmişdik. Gotik interyer üslubu belə getdi. Sonra gəldik intibah interyer üslubuna. İntibah interyer üslubu. Baxın, bu intibah interyer üslubudur. İntibah interyer üslubu. Müqəddəs Marian Çiçəyi kilsəsi də, Müqəddəs Marian Çiçəyi kilsəsi də intibah üslubundaydı. İntibah interyer üslubumuz budur. İntibah interyer üslubu. İntibah interyer üslubu və gəldik baroko interyer üslubuna. Baroko interyer üslubunda qızılı rəng var. Baroko mebel üslubunda da nə var idi? Qızılı rəng var idi. Bəli, qızılı rənglə yadda saxlayırıq. Qızılı rəngdədirsə belə mebellər, deməli baroko interyer üslubudur. Çünki baroko mebel üslubunda da nə var idi? Qızılı rəng var idi. Elə əlaqələndirib yadda saxlaya bilərik. Bu baroko interyer üslubudur. Baroko interyer üslubu. Baroko interyer üslubu. Baroko interyer üslubu qızılı rənglə yadda saxlayırıq. Qızılı rəng həm baroko mebel üslubundadır, həm də baroko interyer üslubundadır. Müqəddəs Pyotr kilsəsi ilə eyni üslubdadır. Müqəddəs Pyotr kilsəsi də baroko üslubundaydı. Bəli, Müqəddəs Pyotr kilsəsi ilə eyni üslubdadır bu interyer üslubu. Müqəddəs Pyotr kilsəsi ilə eyni üslubdadır bu baroko interyer üslubu. Sonra gəldik nəhayət sonuncu rokoko interyer üslubu. Rokoko interyer üslubu isə belədir. Bununla da Versal sarayı eyni üslubdadır. Versal sarayı eyni üslubdadır. Bəli, rokoko interyer üslubu. Rokoko interyer üslubu. Rokoko interyer üslubu. Bu da rokoko interyer üslubudur. Deməli, rokoko interyer üslubumuz bu oldu. Gəlin bir daha nəzərdən keçirək bu interyer üslublarını. Deməli, bu hansıdır? Antik interyer üslubu. Antik interyer üslubunda dedik sütunlarla yadda saxlayırıq. Antik memarlıq üslubunda da, antik interyer üslubunda da sütunlar var. Parfenon məbədində də sütun var idi antik üslubda olan. Aha, antik interyer üslubu. Antik interyer üslubu. Bizans interyer üslubu, Bizans interyer üslubu, Bizans interyer üslubu, Bizans interyer üslubu, Roman interyer üslubu, Roman interyer üslubu, Roman interyer üslubu, gotik interyer üslubu. Ən hasant gotik yadda qalır. Gotik interyer üslubu, yəni avtomatik baxanda bilinir gotik interyer üslubuna aiddir, gotik üslubdadır. Bəli, gotik interyer üslubu dedim, necə yadda saxlayırıq? Notre Dame kilsəsinin o yuxarı hissələri var, hündür güllələri, şaquli xətləri elə yadda saxlayırıq. Baxın, bu hissəsi ilə Notre Dame kilsəsinə, İsmailiyyə sarayının interyer dizaynına bənzəyir. Bəli, bu gotik interyer üslubudur. Gotik interyer üslubu. Bu intibah interyer üslubudur, intibah interyer üslubudur. Bu isə baroko interyer üslubu. Baroko interyer üslubunda qızılı rənglə yadda saxlayırıq. Qızılı rəng həm baroko mebel üslubunda var, həm də baroko interyer üslubunda var. Bəli, qızılı rəngdədirsə, deməli baroko mebel üslubudur. Baroko mebel üslubu, baroko
Baroko mebel üslubu nədir? Baroko interyer üslubu. Baroko interyer üslubu. Bəli. Baroko interyer üslubu isə budur. Baxın, baroko interyer üslubu. Baroko interyer üslubu budur. Bu isə rokoko interyer üslubudur. Rokoko interyer üslubu. Bu da rokoko interyer üslubu oldu. Bunları göz yaddaşından yadda saxlamaq lazımdır bu şəkilləri. Sonuncu dəfə də deyim. Rokoko interyer üslubu. Rokoko interyer üslubu. Baroko interyer üslubu. Baroko interyer üslubu. İntibah interyer üslubu. İntibah interyer üslubu. Gotik interyer üslubu. Roman interyer üslubu. Bizans interyer üslubu və antik interyer üslubu. Aha, bu hissəmiz bitdi. İndi gəlin suallara baxaq. Bir daha. Bir də burada baxın belə şəkillər hazırlamışam. Eyni üslubda olan hər şeyi bir araya yığmışam. Baxın, antik, Bizans, Roman, gotik, intibah, baroko və rokoko üslubları aşağıdakı sahələri əhatə edir. Antik, Bizans, Roman, gotik, intibah, baroko və rokoko üslubları. Antik, Bizans, Roman, gotik, intibah, baroko və rokoko üslubları aşağıdakı sahələri əhatə edir. Memarlıq üslublarını, memarlıq abidələrini əhatə edir. Yəni, geyim üslublarını, baş geyimləri də daxil olmaqla, mebel üslublarını, mebeldə də bu üslubları öyrəndik. Bir də ən sonuncu mərhələ interyer üslublarıdır. İnteryer üslublarıdır, yəni interyerdə öyrənirik. Bununla da bu üslublardan canımız qurtarır. Baxın, bu 7 dənə üslubu, antik, Bizans, Roman, gotik, intibah, baroko və rokoko üslublarını, bu 7 üslubu biz memarlıq abidələrində öyrənirik, geyimlərdə öyrənirik, baş geyimlərində öyrənirik, mebellərdə öyrənirik, bir də interyerdə öyrənirik. İnteryer artıq sonuncu mərhələsidir. Bununla da bu üslublardan canımız qurtarır. Bəli. Deməli, memarlıq abidələrində öyrəndik bu üslubları, geyimlərdə, baş geyimlərində, mebellərdə və ən sonuncu mərhələsi interyerdədir. Bəli, indi də interyerdə bu üslubları öyrənirik. Və mən bunların hamısını belə birləşdirmişəm, belə bir şəkil hazırlamışam. Məsələn, antik üslubda olan geyim, antik üslubunda olan baş geyimi, antik üslubda olan, məsələn, mebel, antik üslubda olan memarlıq abidəsi və antik üslubda olan interyeri bir araya yığmışam ki, belə şəkil formatında yadda saxlamaq, eyni üslubda olanları yadda saxlamaq asan olsun. Baxın, bu antik üslubda olan geyimdir, antik üslubda olan baş geyimidir, antik üslubda olan mebeldir, antik üslubda olan memarlıq abidəsidir, Parfenondur. Bu da antik interyer üslubudur, antik interyer üslubudur. Yəni, bunları da belə yadda saxlayırıq, əlaqələndirib, hamısını bir araya yığmışam. Aha, sonra burada nə var? Bizans üslubu. Baxın, Bizans geyim üslubu, Bizans baş geyimi, Bizans mebel üslubu, Bizans interyeri və Bizans üslubunda olan memarlıq abidəsi Ayasofya. Hamısı burada bir aradadır. Görürsünüz, hamısı Bizans üslubundadır. Həm bu geyim, həm bu baş geyimi, həm bu mebel, həm bu interyer, həm bu memarlıq abidəsi. Hamısı Bizans üslubundadır. Belə yadda saxlayırıq. Deməli, Bizans üslubunda olan geyim, baş geyimi, Bizans üslubunda olan mebel, Bizans üslubunda olan interyer və Bizans üslubunda olan memarlıq abidəsi. Sonra gəldik Roman üslubuna. Roman üslubunda olan geyim, Roman üslubunda olan baş geyimi, Roman üslubunda olan sandıq, mebel, sonra Roman üslubunda olan interyer və Roman üslubunda olan memarlıq abidəsi olan Pizan kilsəsi. Görürsünüz, hamısı bir aradadır. Bunu da belə yadda saxlayırıq. Sonra gotik üslubu da belə yadda saxlayaq. Gotik üslubda olan geyim, baş geyimi, gotik üslubda olan interyer, gotik üslubda olan mebel və gotik üslubda olan memarlıq abidəsi. Hamısı bir aradadır. Bunu da konspekt üzərindən rahat öyrənə bilərsiniz. Bu da intibah üslubudur. İntibah üslubunda olan geyim, intibah üslubunda olan baş geyimi, intibah üslubunda olan memarlıq abidəsi, intibah üslubunda olan interyer və intibah üslubunda olan mebelimiz. Baroko üslubu, baroko üslubunda olan geyim, baroko üslubunda olan baş geyimi, baroko üslubunda olan mebel, baroko üslubunda olan interyer və baroko üslubunda olan memarlıq abidəsi. Rokoko üslubunda olan geyim,
rokoko üslubunda olan geyim, rokoko üslubunda olan baş geyimi, rokoko üslubunda olan mebel, rokoko üslubunda olan interyer və rokoko üslubunda olan memarlıq abidəsi. Aha, bununla da bütün sahələri əhatə edən üslubları bir arada bir daha nəzərdən keçirdik. Ən asan yadda saxlama metodu budur, hamısını bir arada. Bu şəkilləri ona görə hazırlamışam. Özünüz də konspekt üzərindən öyrənərsiniz. Sonra gəldik, baxın, bu baroko üslubudur. Baroko üslubudur, baxın. Baroko üslubunda olan nümunədir. Bu isə gotik üslubdur. Bu isə gotik üslubdur. Bəli, baroko üslubu, gotik üslub. Aha, üslublarla işimiz qutardı. İndi keçək. Aha. Nə qaldı burada? Aha, 7-ci, 8-ci suallarımız bitdi. Yəni, üslublarla bağlı olan hissəmiz bitdi. İndi gəldik əsas məsələyə. İnteryerin təsviri neçə cür olur və hansılardır? İnteryerin təsviri neçə cür olur və hansılardır? Baxın, interyerin təsviri iki formada olur. Yəni, iki cür olur. Frontal bir də bucaq perspektivi olur. İnteryerin təsviri neçə cür olur və hansılardır? İnteryerin təsviri əsasən iki formada olur. İki cür olur. Biri var frontal perspektiv, biri də var bucaq perspektivi. Biri var frontal perspektiv, biri var bucaq perspektivi. Bəs frontal perspektiv nədir? Bucaq perspektivi nədir? Baxın, frontal perspektivi gəlin şəkil üzərindən izah edeyim. Baxın, frontal perspektiv nədir? Frontal perspektiv əşyanın bizim qarşımızda frontal, yəni düz üzbəyüz görünüşdə olmasıdır. Frontal perspektiv əşyanın bizim qarşımızda frontal, yəni düz üzbəyüz olmasıdır. Düz üzbəyüz görünüşdə olmasıdır. Yəni biz onu yalnız bir tərəfdən görürük. Buna görə də frontal perspektivdə yalnız bir qovuşma nöqtəsi var. Bəli. Frontal perspektiv nədir? Əşyanın bizim önümüzdə düz gözümüzün önündə olmasıdır. Düz üzbəyüz olmasıdır. Ona görə də biz onu bir istiqamətdə gördüyümüz üçün bir dənə qovuşma nöqtəsi var. Frontal perspektivdə bir qovuşma nöqtəsi var. Çünki biz bir tərəfdən görürük. Məsələn, sinifdə dərs zamanı lövhəyə baxmaq frontal perspektivə aiddir. Məsələn, dərs zamanı şagirdlərin lövhəyə baxması frontal perspektivə aiddir. Çünki lövhə bir istiqamətdədir də, şagirdlər bir nöqtəyə baxır. Ona görə də lövhəyə baxdıqları nöqtədə bir qovuşma nöqtəsi var. Bəli, frontal perspektiv baxın budur. Elə bil, məsələn, gəlin bunu şəkil üzərindən də izah edeyim. Baxın, bu evin divarıdır da, məsələn, düz yaşadığımız evin divarıdır, məsələn, belə. Bu yaşadığımız evin divar hissəsidir və biz yaşadığımız evdə bir divara baxırıqsa, bir istiqamətə baxırıqsa, o divar bizlə üzbəyüzdürsə, o frontal perspektivdir. Və biz bir istiqamətə baxdığımız üçün həmin o istiqamətdə cəmi bir qovuşma nöqtəsi var. Bir qovuşma nöqtəsi olur. Ona görə də deyirik, frontal perspektivdə cəmi bir qovuşma nöqtəsi var. Çünki biz bir istiqamətə baxırıq. Aydın oldu, frontal perspektiv nədir? Məsələn, bu stol frontal perspektivə aiddir. Çünki üzbəüz baxırıq, bir istiqamətdə baxırıq, bir hissəsini görürük. Ona görə də bir qovuşma nöqtəsi var bu stolda da. Frontal perspektiv budur. Bizim obyektlərə, önümüzdə olanlara düz üzbəüz baxmağımızdır. Bir istiqamətdə baxmağımız frontal perspektivə aiddir. Məsələn, dərs zamanı şagirdlərin oturaraq lövhəyə baxması frontal perspektivdir. Yəni, lövhə onların qarşısında olur və lövhəyə onlar bir istiqamətdən baxır da, düz üzbəüz baxdıqları üçün bu lövhəyə baxmaqları uşaqların frontal perspektiv hesab olunur. Bu frontal perspektivdir. Bəs bucaq perspektivi nədir? Gəlin ona da baxaq. Bucaq perspektivi isə əşya qarşımızda müəyyən bir bucaq altında yerləşdiyindən biz onun üzünü, tilini və müstəfil səthini görə bilirik. Yəni, bir neçə hissədən görə bilirik də onu. Onun əşyanın üzünü, tilini və müstəfil səthini görə biliriksə, bu bucaq perspektividir. Buna görə də bucaq perspektivində iki qovuşma nöqtəsi var. Bucaq perspektivində iki qovuşma nöqtəsi var. Məsələn, dərs zamanı şagirdlərin sinifin künclərinə baxması bucaq perspektivinə aiddir. Məsələn, dərs zamanı şagirdlərin sinifin künclərinə baxması bucaq perspektivinə aiddir. Bəli, ona görə də bucaq perspektivində iki qovuşma nöqtəsi var.
Baxın, bucaq perspektivi isə baxın budur. Yaşadığımız evin küncləridir elə bil. Yaşadığımız evin künclərinə baxırıqsa, biz orada iki istiqamətə baxırıq. Həm evin digər küncünü görürük, həm də evin o biri küncünü görürük. Yəni iki istiqamətə baxdığımıza görə bucaq perspektivində 2 dənə qovuşma nöqtəsi var. İki istiqamətə baxırıq çünki və bu stol görürsüz, yan tərəfdəndir. Yəni biz bu stolun həm ön tərəfini görürük, həm yan tərəfini görürüksə, bu artıq bucaq perspektivinə aiddir. Yəni bucaq perspektivində əşyanı bir neçə istiqamətdə görürük. Üzünü, tilini, müstəfi səthini görürük. Ona görə 2 dənə qovuşma nöqtəsi var. Bəli, frontal perspektivdə bir qovuşma nöqtəsi var, çünki düz üzbəyüz baxırıq. Ona görə bir qovuşma nöqtəsi var. Bucaq perspektivində isə 2 istiqamətə baxdığımız üçün 2 dənə qovuşma nöqtəsi var. Aydın oldu. Frontal perspektivdə bir qovuşma nöqtəsi var. Çünki bir nöqtəyə baxırıq, bir istiqamətə baxırıq. Bizlə üzbəyüz düz olur. Baxdığımız obyekt. Bucaq perspektivində isə biz iki istiqamətə baxırıq. Ona görə də bucaq perspektivində 2 qovuşma nöqtəsi olur. 2 qovuşma nöqtəsi olur. Bəli, bir qovuşma nöqtəsi frontal perspektivdədir. 2 qovuşma nöqtəsi bucaq perspektivindədir. Frontal perspektivə lövhəni göstərə bilərik. Frontal perspektivə misal olaraq sinifdəki lövhəni göstərə bilərik. Şagirdlərin oturub düz dümbələm-düz lövhəyə baxmaqları, lövhənin onların gözlərinin önündə olmağı və onların lövhə istiqamətində sadəcə olaraq dümbələm-düz lövhəyə baxmaqları frontal perspektivdir. Bəli, lövhəyə baxmaq, şagirdlərin lövhəyə baxması, dümbələm-düz oturub lövhəyə baxması frontal perspektivə aiddir. Bir istiqamətdə baxdıqları üçün burada da frontal perspektivdə, ona görə lövhədə bir qovuşma nöqtəsi olur. Aydın oldu? Bəli. Bucaq perspektivi, məsələn, sinifin küncləri, şagirdlərin sinifin küncünə baxması tutalım. Sinifin küncləri isə adı üstünə künclü isə bucaq perspektivə aid olur. Artıq sinifin künclərinə baxanda sinifin hər iki küncünü görürsən. Həm sağ, həm də sol küncünü görürsən. Ona görə də sinifin künclərində 2 dənə qovuşma nöqtəsi olur. Aydın oldu? Lövhəyə baxanda bir qovuşma nöqtəsi olur. Sinif künclərinə baxanda 2 qovuşma nöqtəsi olur. Lövhəyə baxmaq frontal perspektivə aiddir. Sinif künclərinə baxmaq bucaq perspektivinə aiddir. Bəli, bucaq perspektivi ilə frontal perspektiv baxın budur. Frontal perspektivdə düz üzbəyüz baxırıq, düz üzbəyüz baxırıq, amma bucaq perspektivində isə 2 istiqamətə baxırıq. Üzü, tili və müstəfi səthini görürük, yəni bir neçə istiqamətdən görürük. Və rəsm müstəvisində üfüq xətti göz səviyyəsinin hündürlüyünə görə müəyyən edilir. Bütün paralel xəttləri üfüq xəttinə doğru uzatdıqda onunla bir nöqtədə qovuşma nöqtəsi birləşir. Bəli, bütün paralel xəttləri üfüq xəttinə doğru uzatdıqda onunla bir nöqtədə qovuşma nöqtəsində birləşir. Bütün paralel xəttləri üfüq xəttinə doğru uzatdıqda onunla bir nöqtədə qovuşma nöqtəsinə birləşir. Qovuşma nöqtəsində üfüq xəttində keçmişik, qovuşma nöqtəsi də mərkəzdə yerləşir. Aha, indi gəlin nümunələr üzərindən baxaq buna. Məsələn, burada hansı perspektiv olacaq? Düz üzbəyüz baxdığımıza görə bu frontal perspektivdir. Bu da frontal perspektivdir, çünki düz üzbəyüz baxırıq və burada frontal perspektivdirsə neçə qovuşma nöqtəsi var? Bir qovuşma nöqtəsi var, çünki biz bir istiqamətdə baxırıq. Burada artıq nədir? Burada artıq bucaq perspektividir. 2 qovuşma nöqtəsi var, çünki baxın, evin həm bu divarı görsənir, həm də bu divarı görsənir. Yəni, 2 tərəfli divarı görsənirsə, bu bucaq perspektivi deyil, evin bucağıdır, küncüdür. Bəli, ona görə 2 qovuşma nöqtəsi var, çünki biz burada 2 istiqamətdə baxırıq. Baxın, bu frontal perspektivdir. Düz üzbəyüz baxırıq, ona görə bir qovuşma nöqtəsi var. Amma bu artıq bucaq perspektividir. Çünki biz 2 istiqamətdə baxırıq, ona görə də 2 dənə qovuşma nöqtəsi var. Bu da frontal perspektivlə bucaq perspektivi tapmağın yolu. Aha, burada da görürsünüz, bucaq perspektividir, 2 istiqamətə baxırıq, 2 qovuşma nöqtəsi var. Burada da artıq bucaq perspektividir, burada da 2 istiqamətə baxırıq, burada da 2 qovuşma nöqtəsi var. Evin küncləridir, görürsünüz. Küncdürsə bucaq perspektividir. Bu qədər sadə. Sonra gəldik, nə deyir bizə burada?
Aha, frontal perspektiv nədir? Bucaq perspektivi nədir? İzah elədim. Frontal və bucaq perspektivin fərqi nədir? Frontal perspektivdə biz bir istiqamətdə baxırıq, bir nöqtəyə baxırıq, bir qovuşma nöqtəsi var. Bucaq perspektivində biz iki istiqamətə baxırıq, yəni bir neçə istiqamətə baxırıq, ona görə də 2 dənə qovuşma nöqtəsi var. Frontal perspektivdə neçə qovuşma nöqtəsi var? Bir qovuşma nöqtəsi var, çünki bir istiqamətə baxırıq. Bucaq perspektivində neçə qovuşma nöqtəsi var? 2 qovuşma nöqtəsi var, çünki 2 istiqamətə baxırıq. Frontal perspektivdə niyə bir qovuşma nöqtəsi var? Çünki deyir frontal perspektivdə niyə bir qovuşma nöqtəsi var? Çünki biz bir istiqamətə baxırıq ona görə. Bucaq perspektivində niyə 2 qovuşma nöqtəsi var? Çünki biz bir neçə istiqamətə baxırıq ona görə. Verilmiş interyer üslublarında bucaq və frontal interyerləri göstərin. Verilmiş interyer üslublarında bucaq və frontal interyerləri göstərin. Aha, rəssamlar öz əsərlərində interyeri nə üçün çəkirlər? Əsərin əsas ideyasının verilməsinə interyerin nə əhəmiyyəti var? Deməli, gəlin baxaq görək. Bunun üzərindən izah elədim. Deməli, frontal və perspektiv. Aha, baxın, bu interyerdir da, tutalım, rokoko interyer üslubudur. Baxın, sizcə burada hansı interyerdir? Diqqətlə baxaq. Aha, burada da küncü görürük də. Yəni 2 istiqaməti gördüyümüz üçün burada artıq bucaq perspektividir, 2 qovuşma nöqtəsi var. Bu da deməli bucaq perspektividir, 2 qovuşma nöqtəsi var. Çünki baxın, küncü görürük, 2 tərəfi görürük. Bucaq perspektividir, 2 qovuşma nöqtəsi var. Burada da bucaq perspektividir, 2 qovuşma nöqtəsi var. Baxın, evin küncüdür. Bucaq perspektividir, 2 qovuşma nöqtəsi var. Həm bu divarı, həm o divarı görürük. Burada da bucaq perspektividir, 2 qovuşma nöqtəsi var. Burada da bucaq perspektividir, 2 qovuşma nöqtəsi var. Həm bu tərəf, həm o tərəfi görürük. Burada da bucaq perspektividir, yenə 2 qovuşma nöqtəsi var. Burada artıq frontal perspektivdir, bir qovuşma nöqtəsi var. Bəli, artıq bu frontal perspektivdir. Frontal perspektiv, bir qovuşma nöqtəsi var, çünki bir istiqamətə baxırıq. Bu da artıq frontal perspektivdir, bir qovuşma nöqtəsi var. Frontal perspektiv, bir qovuşma nöqtəsi də buradadır. Bu frontal perspektivdir, düz baxırıq. Baxın, bir istiqamətdə baxırıq, bir qovuşma nöqtəsi var. Aha, bu da bununla da bu mövzumuz bitdi. Başqa nə qaldı? Başqa heç nə qalmadı bu mövzudan. Aha. Bunları da dedim. Başqa heç nə qalmadı. Bununla da bitdi.